Məhəllə yoxsa toy? Bu iki film də 2000-lərin populyar filmləri idi, amma indidən baxdığımızda görünür ki, Toy filmi unuduldu, Məhəllə isə bir növ klassikaya çevrildi. Ona görə Məhəllə. Məhəllə yoxsa Hacı Qara? Hacı Qara məncə uğursuz adaptasiyadır. Düzdür, böyük aktyorlarımız oynayır, amma Məhəllə daha yaxşı filmdir. Məhəllə yoxsa Məhkumlar? Məhkumlar Mehriban Ələkbərzadənin filmidir və məncə uğursuz bir filmdir. O qədər də yaxşı deyil. Məhəllə ondan daha yaxşı bir filmdir. Məhəllə yoxsa Əlvida Cənub şəhəri? Əlvida Cənub şəhəri Oleg Səfərəliyevin filmidir və Berlin Film Festivalında da göstərdi. Məncə çox uğurlu bir filmdir. Əlvida Cənub şəhəri. Əlvida Cənub şəhəri yoxsa Girov? Girov da maraqlıdır, Eldar Quliyevin filmidir, amma bəzi səhnələrdə hiss olunur ki, belə çatışmazlıqlar var və ümumilikdə baxdığımız zaman Əlvida Cənub şəhəri daha nitqin bir filmdir. Ona görə Əlvida Cənub şəhəri. Əlvida Cənub şəhəri yoxsa Ofsunçu? Mənə elə gəlir ki, Əlvida Cənub şəhəri daha yaxşı bir ssenariyə malikdir və daha yaxşı filmdir. Əlvida Cənub şəhəri yoxsa Güllələnmə təxirə salınır? Güllələmə təxirə salınır. Hər nə qədər mövzusu, necə deyim, daha biraz demode olsa da, ideya o qədər də yaxşı olmasa da, insanlara daha çox toxunmağı bacarır və xüsusilə də möhtəşəm bəstəsi var filmin. Xəyyam Mirzəzadə həqiqətən də yaradıb. Kiçik bir fərqlə güllələmə təxirə salınır. Güllələnmə təxirə salınır yoxsa Milli Bomba? Milli Bomba Vaqif Mustafayevin belə 2000-lərdə çəkdiyi bəlkə də ən vacib filmdir. Çox maraqlıdır. Azərbaycan kinosunun vəziyyətini sanki belə təsəvvür eləyir. Ona görə Milli Bomba. Milli Bomba yoxsa Günaydın Mələyim? Milli Bomba daha yaxşı filmdir. Milli Bomba yoxsa 40-cı qapı? 40-cı qapı Elçin Musoğlunun filmidir və bir uşağın böyümə hekayəsidir. Məncə 40-cı qapı daha yaxşı filmdir. 40-cı qapı yoxsa Məkanın melodiyası? Məkanın melodiyası Hüseyn Mehdiyevin yaxşı filmlərindəndir, amma məncə 40-cı qapı daha yaxşı filmdir. 40-cı qapı yoxsa Kuklalar? Kuklalar rəhmətli Çingiz Rəsulzadənin filmidir və təəssüf ki, onun yeganə filmi bu oldu. Məncə çox maraqlıdır. 1990-ların o xakikliyini çox yaxşı göstərə bilir və sanki bir sənədli bir şey izləyirmişsən kimi göstərir və o hekayəni çox yaxşı cəmləyir. Məncə Kuklalar daha yaxşı filmdir. Kuklalar yoxsa Küçələr su səpmişəm? Küçələrə su səpmişəm də maraqlı filmdir. Xüsusilə Fuad Poladovun bu filmdəki rolu möhtəşəmdir, amma Kuklalar daha yaxşı filmdir. Bizim 2000-lərdən seçdiyimiz filmlər bu qədər idi. Bu filmlərə əlavə olaraq mən bonus olaraq Neft filmini tövsiyə eləyirəm. 6 dəqiqəlik, 7 dəqiqəlik belə qısa bir filmdir. Venesiyada göstərilib və mükafat alıb. Çox maraqlı bir filmdir. Mütləq izləyin. Unutduğumuz filmlər varsa 2000-ci illərdən siz də yazın və düşüncələrinizi yazın ki, bu filmlərdən sizin ən çox bəyəndiyiniz hansıdır? Rəylərinizi gözləyəcəyik.